Aleksandr von Humboldt mükafatına layiq görülən ilk Azərbaycanlı, Münhendəki Helmholtz mərkəzinin professoru, tanınmış alim, 8 kitab müəllifi Məsud Əfəndiyevdir. O, Azərbaycan elminin dünyada tanınan simalarından biridir. Riyaziyyat onun üçün sadəcə elm deyil, bir düşüncə mədəniyyətidir. Bu dəfəki Bakıya gəlişimdə mənim Milli Elmlər Akademiyasının 80 illiyi ilə bağlı Bakıya gəlmişəm. Çox təntənəli, gözəl bir tədbirimiz keçdi. Ölkə başçımız orada möhtəşəm, böyük bir proqramla çıxış etdi. Mən özüm artıq 35 ildən artıqdır Almaniyada yaşayıram və Almaniyada öz elmi işlərimi artıq 91-ci ildən fəaliyyətə başlamışam. İlk Azərbaycanlı olaraq Aleksandr von Humboldt mükafatını qazanmışam. Uşaqlıq çağlarımdan elmin nə qədər lazımlı bir istiqamət olduğunu öz şəxsi gözlərimlə gördüm. Riyaziyyat çoxları üçün çətin və mürəkkəb görünən bir sahədir. Bu qədər mürəkkəb, səbr və dəqiqlik tələb edən bir istiqamətdə çalışmaq üçün hansı daxili motivasiya lazımdır? Özüm 1953-cü ildə Zaqatalada anadan olmuşam. Müəllim ailəsində, Azərbaycanlı müəllim ailəsində anam və atam da ikisi də orta məktəbdə dərs demişlər. Atam riyaziyyatçı olub və bu baxımdan genetika elmi bir daha təsdiqlədi ki, məsələn, genetika çox mühüm rol oynayır. Azərbaycan, sonra Moskva Dövlət Universiteti həyatım başladı orada. Diplom işlərim, aspirantura, doktorantura, bütün bu işləri fəaliyyəti keçdim. Azərbaycan riyaziyyatına xidmət edən bütün dahi şəxsiyyətlərlə şəxsən tanışlığım olub. Onlardan biri hətta mənim müəllimim olubdu, mərhum akademik Zahid Xəlilov. Artıq Almaniyada yaşayıram, ilk Azərbaycanlı olaraq dünyaca məşhur, çox dünyaca məşhur Aleksandr von Humboldt mükafatını qazandım. Onu da qeyd etmək istəyirəm ki, bu mükafatı alanların 61-i sonra Nobel mükafatı qazanmışlar. Uzun illər xaricdə, xüsusilə Almaniyada fəaliyyət göstərən alim Azərbaycan elmi ilə oradakı elmi mühiti müqayisə edir. Təbii ki, fərqlər də çoxdur. Elmi yanaşmada müxtəlifdir. Ümumiyyətlə, Qərbi Avropada belə ümumi tendensiyanı götürən zaman orada elmə ayrılan vəsait həddindən ziyadə çoxdur. Elm adamlarına olan ehtiram həddindən ziyadə çoxdur. Gənc alimlər üçün beynəlxalq səviyyədə uğur qazanmağın əsas açarı çoxunu düşündürən məsələdir. Məsud Əfəndiyev üçün Azərbaycan elmini bu ideallar birləşdirməlidir. Riyaziyyatın nə qədər bəşəriyyət üçün lazımlı bir elm olduğunu, ümumiyyətlə elmin nə qədər bəşəriyyətə lazım olduğunu gördüm və belə bir məşhur kəlam var ki, elmin vətəni olmur. Mən hər zaman oraya əlavə edirəm ki, elmin vətəni olmur, amma elmlə məşğul olan hər bir fərdin, hər bir şəxsin vətəni olur və bu vətən də hər zaman onu daha böyük üfüqlərə səsləyir. Təbii ki, süni intellekti, hər şey süni intellektin üstünə yıxmaq lazım deyil. Hər şey, bəzi məsələləri insan süni intellektdən də yaxşı həll eləyir, daha düzgün, daha etibarlı. Bəzi məsələlərdə təbii ki, süni intellekt irəli çıxır. Buradan bir balansı gözləmək lazım və zənnimcə süni intellekt nəsə qeyri-adi bir şey kimi görsənməməlidir. Gənclərimizə üzümüzü tutub deyirəm ki, qalib xalqın, qalib ölkənin gənclərisiz, elm sizi gözləyir. Azərbaycan elminin inkişafına inam, gənc nəsillərə ümid və elmin işığına sarsılmaz bağlılıq Məsud Əfəndiyevin sözlərində bu ruh aydın duyulur. Məsud Əfəndiyevin həyatı elmə sevginin, zəhmətin və inamın hekayəsidir.